Herkese salam dostlar, mən Abdullah. Uzun bir aradan sonra yenidən Kripto Qazanc kanalındayıq. Bu kanala ara vermişdim bildiyiniz kimi. Çünki xaricdəydim, Amerikaya getdim, daha sonra Avropanı gəzdim, biraz özümə vaxt ayırdım. Daha sonra şəxsi işlərim vardı kriptoda, real həyatda bizneslərim vardı, bunlara maraqlandım. Özümü inkişaf etdirməyə çalışdım. Günün sonunda yenidən qayıtdığım nöqtə YouTube'dur. Çünki məni tanıyanlar, yaxından bilənlər bilir ki, mən YouTube-la uşaqlıqdan məşğulam və həqiqətən bu mənim sevdiyim sahədir. Buradan çox da qazanc maddiyyat güdmürəm. Niyə bu vaxt qayıtdığımı soruşacaq olursunuzsa, piyasanın tam ümidinin kəsdiyi vaxtda, insanların çoxsunun kriptodan çıxdığı vaxtda qayıtdım. Və bunu deyə bilərəm ki, kriptoda yəni bizim ən başından bəri məni izləyənlər də bilir ki, bizim yəni hamı ümumiyyətlə dərdli bu işlə bilənlərin sloqanı budur ki, axına qarşı üzmək. Yəni kütlə psixologiyası, əgər axın harda varsa, kriptoda deməli o iş artıq sona çatıb və yəni bitir. Kriptoda yəni bu dəqiqə Bitcoin-in gəldiyi nöqtədə 86-82 minə düşüb qayıdı. Burada yəni çox insanlar Twitterdə və s. oxusa görərsiniz ki, artıq onlar öz balanslarını kriptodan çəkib və artıq çıxmaq qərarına gəliblər. Tam bu anda da bireysel şirkətlər və s. bunlar girəcəklər piyasaya və yenidən piyasanı all-time high-a daşıyacaqlar deyə düşünürəm. Və bu müddət ərzində hansı coinlərdən necə pul qazanmaq olar, hansı coinlər partlayacaq, bunları tapmaq üçün bir yerdə Telegram kanalını böyüdəcəyik. İndi Telegram kanalıma qatıla bilərsiniz. Aşağıda linki olacaq və artıq bu kanalda həqiqətən çox aktivlik olacaq. Yeni videolar çəkəcəm, hər şeyi sizə sübut edəcəm, göstərəcəm, bir yerdə qazanacağıq. İnşallah itirməliyik, amma bu kripto piyasasında itirmək də var, qazanmaq da var. Amma biz təbii ki, əsas fokusumuz qazanmaq yönündə olacaq. Bir yerdə qazanmaq üçün buradayıq. Daha detallı məlumatları canlı yayın açdıqda bir yerdə danışarsınız. Hər hansı bir suallarınız varsa mənə yaza bilərsiniz. Onu demək istəyirəm ki, biz artıq qayıtdıq.